Salam əziz Rofum sevərlər və futbol həvəskarları. İndi isə Rofum və Xəzri komandasının yoldaşlıq oyununu izləyirsiniz. Və Riyaddan Nihat, yenidən Riyad, Abbasdan Tuncay. Tuncay özündən biraz ileri atır və out kazandırır. Riyad out atacaq. Riyaddan ötürmə Nihat. Nihatdan uzun ötürmə ama topa çata bilmir. Qapıdan zərbə ilə oyuna başlayacaqlar. Qapçı oynayır və uzun ötürmə və out. Yenidən Riyad out'a başlayır. Riyaddan Nihat ama müdafiəçilər topu Nihat'a çatmağa imkan vermirlər. Yenidən out və Riyaddan ötürmə Bəhrəmdən və qapçıya. Qapçıdan uzun ötürmə Ramin və Məhəmməd topun Raminə keçməyinə imkan vermir və qapıdan zərbə ilə oyuna başlayırlar. Rəsuldan Nihat özü irəliləmək istəyir. 2 nəfəri keçir. Ötürmə edəcəkmi? Tuncay istiqamətinə ama out kazandırırlar. Və Tuncay'dan içəriyə doğru zərbə ama qapçı yenidən out'a çıxarır topu. Və Məhəmməddən Tuncay yenidən Bəhrəm imkan vermir və out kazandırır. Tuncay'dan uzun ötürmə Nihat istiqamətinə ama yenə müdafiəçilər. Nihatdan gözəl ötürmə Riyadın zərbəsi. Yenidən köşdən zərbə. Nihatdan içəriyə doğru Abbas istiqamətinə. Abbas Tuncay'ın zərbəsi və hesab açılır. Hesab 1-0. Və onların gol sevinci. Mərkəzə dəvət olunur Xəzri komandası və işləyirlər. Və qapçıya doğru ötürmə Qapçıdan. Ömər və Nihat'ın qarşılaşması. Ramin'dən uzun ötürmə Bəhrəm istiqamətinə. Bəhrəm topa çatacaqmı? Və Bəhrəm Rəsula gələn topu zərbə ilə göndərir və küşdən zərbə. Küşdən zərbə deyil. Top Bəhrəmdən çıxır. Qapıdan zərbə ilə oyuna başlayacaqlar. Rəsuldan Riyaddan Abbasdan uzun ötürmə Tuncay topu saxlaya bilmir və Tuncay və Ömərin qarşılaşması. Abbas Tuncay'ın zərbəsi. Nihat Riyad'a ötürmə Riyad'ın zərbəsi ama top qapıdan çox aralı keçir. Qapıdan zərbə ilə oyuna başlayacaqlar və Abbas'a imkan vermir Nihat'dan Tuncay'a gözəl ötürmə. Müdafiəçilər onun qarşısını kəsir. Və Məhəmməd out kazandırır və Tuncay'dan Abbas. Bəhrəm Abbas'tan topu alır ama Məhəmməd müdafiədə çox gözəl oynayır. Nihat devam edə bilmir və Ömər və Nihat'ın qarşılaşması və Tuncay'a gələn top qapçı ilə izbəz gəlir Tuncay. Ama Tuncay yerdə qalır və Məhəmməd topu ram etmək istəyir. Bəhrəmə gəlir top. Bəhrəmin zərbəsi. Bəhrəm ikinci dəfə zərbə indirir. Ömər. Tuncay topu özündə saxlayır və qapçıya ötürürlər.
və Xəzri komandasının müdafiəçisi topu gücdən zərbəyə yönləndirir. Nihatdan uzun ötürmə Riyad istiqamətində, amma qapıçı yerindədir. Və out. Abbas. Abbasdan uzun ötürmə kim istiqamətində? Riyaddır. Bəhrəm. Bəhrəmdən uzun ötürmə Ramin. Və Rəsul. Raminə imkan vermir. Ramin out başlayır Bəhrəm istiqamətində. Bəhrəmin zərbəsi, amma müdafiəçilərə dəyir və gücdən zərbə qazandırır komandasına. Və Raminlər içəriyə doğru Ömərin zərbəsi, amma Riyad müdafiədə çox gözəl oynayır və top out'a çıxır. Nəzərinizə çatdırım ki, oyunun 6-cı dəqiqəsidir və hesab 1-0 Rofum komandasının xeyrinədir və Nihat topu qoyur gedir və Riyad out atacaq. Riyaddan içəriyə doğru Nihat istiqamətində, amma müdafiəçilər yeridən out'a çıxardır topu. Və Xəzri komandası öz oyuncularını yenidən dəyişikliklər edir. Və bu gol sayılmır və yenidən başlayırlar. Ağabalanın zərbəsi və gol. Ağabala neçə aydır görünmürdü və görünür istirahətdən. Çox gözəl gol vurur. Və Ağabala yenidən. Müdafiəçilər bu alta göndərirlər və Ağabala istiqamətində Riyaddan Tamerlanla oyundadır. Tamerlanın zərbəsi, amma qapıçı yerindədir. Və Xəzri komandası hücum qurmağa çalışır. Məhəmməd onların qarşısını almağa çalışır və Yusifin zərbəsi, amma Ağabala devam edə bilmir və out Rofum komandası. Ağabaladan içəriyə doğru Ardadan Riyad və Riyadın qolu. 10 nömrəli futbolçunun özünün birinci, komandasının isə 3-cü qolunu vurur. Mərkəzə dəvət olunur Xəzri komandası. Və mərkəzdən başlayır Xəzri komandası və yeni hücum qururlar. Ağabala onlara imkan vermək istəmir. Tamerlan gözəl fintlə bir nəfəri keçir, ikincisindən keçir və Ağabaladan geriyə Tamerlanlar Yusifin zərbəsi, amma dəqiq alınmır. Riyad iki nəfəri keçir. Üçüncüsü, amma müdafiəçilər onu keçməyə imkan vermirlər. Riyaddan Ağabala istiqamətində, amma müdafiəçilər gücdən zərbəyə göndərir topu. Ağabaladan birbaşa içəriyə ötürmə, amma müdafiəçilər ona imkan vermir. Yusif topun kontrollu şəkildə çıxmağına imkan yaradırlar. Yusif out'a başlayır. Arda'nın çox gözəl keçişi və ortaya doğru, amma müdafiəçilər vardı. Yusifin zərbəsi, amma top qapıda məralı keçir. Və uzun ötürmə qapçı çox gözəl topu ram edir və Riyada ötürür. Riyaddan uzun ötürmə Ağabala özü irəliləyir.
Özü irəliləməyə çalışır, amma 4 nəfər onu sıxırlar və qapçı bəhrəm olub. Və Tamerlanın zərbəsi müdafiəçiyə də qayıdır və Xəzri komandası yeni hücum qurmağa çalışır, amma Ağabala öz formundadır. Və Xəzri komandası alta başlayırlar. Top heç kimə dəymədən alta çıxır. Xeyr, Rofum komandasının oyunçularına deyib top və Riyad qapıda çox riskli oyun nümayiş etdirir. Görəsən, iki nəfərin arasından ötürmə Yusifdən Rəsul, Yusifdən ötürmə Arda istiqamətində yenidən Yusif və Ağabaladan yenidən Tamerlan iki nəfərin arasında qalır, keçir və topu saxlaya bilmir. Yenidən özünə gəlir və ötürməsi Arda istiqamətlə, Arda və Bəhrəm qarşı-qarşıya, amma Arda topa tam çata bilmir. Yenidən Tamerlan üç nəfəri keçir, içəriyə doğru ötürmə, amma Günçdən zərbə. Və nəzərinizə çatdırım ki, oyunun 12-ci dəqiqəsidir və hesab 3-0 Rofum komandasının xeyrinədir. Bəhrəm qapıdan zərbə ilə oyuna başlayır, ötürməsi. Xəzri komandası yenidən hücum qurmağa çalışırlar və Yusif onların planlarını pozmağa çalışır. Tamerlan ötürmə, Tamerlandan Arda irəliləyir, Arda Tamerlan istiqamətində. Ağabaladan içəriyə Arda və Günçdən zərbə Yusif istiqamətində, amma Yusif zərbəsi dəqiq alınmır. Tamerlanın zərbəsi Bəhrəm qapıdadır, Arda və yenidən Günçdən zərbə. Ardadan Yusif ötürməsi Tuncay Ağabala və qapçı. Və nə oldu? Cərmə zərbəsi. Deyək ki, Xəzri komandası cərmə zərbəsini yerinə yetirir. Uzun ötürmə Rəsul. Çox gözəl çıxarış edir. Günçdən zərbə. Xəzri komandası Günçdən zərbə ilə oyuna başlayacaq. Və Arda onların qısa paslı ötürmələrini qarşısına almağa çalışır və Tamerlana gəlir top. Tamerlandan özünə ötürmək istəyir Arda istiqamətində. Arda çatacaqmı? Xeyr, Tamerlan. Tuncaydan Arda istiqamətində ötürmə. Arda özü irəliləyir və out. Arda'dan Yusuf'dan yeniden Arda. Ağabalı'ya değen top geriye dönür. Arda öz oynuyor. Zərbesi Bəhrəm qapıdadır ama Ağabala başla rağm edir ama müdafiəçilər topu oyundan kənarlaşdırır. Out. Tuncay müdafiəçilərə doğru atır və top özünə qayıdır ama üç nəfərin arasından çıxa bilmir. Xəzri komandası çox gözəl müdafiə olunur və Tamerlandan Yusuf istiqamətlə Arda'dan və Əqra top ilişir və out. Arda'dan Yusuf'un zərbəsi müdafiəçiyə dəyir. Yusuf məğlub olmaq bilmir və Tuncay
Tuncay'dan müdafiəçilər və out Xəzri komandası. Xəzri komandası out'a başlayır. Yusif onların qarşısını alır. Arda özü irələyir. Ağabala boşda onu gözləyir. Zərbəsi amma Bəhrəm qapıdadır. Bəhrəmdən uzun ötürmə. Arda'nın yerindən zərbəsi və Bəhrəm. Arda yerindən. Tuncay və Rəsul. Tuncay'dan ötürmə. Yusif və Arda çaşqınlıq içində qalırlar və top out'a çıxır. Out başlayır Ömər, Arda. Və Ağabala Tamerlan ötürür. Tamerlan. 2 nəfəri keçməyə çalışır. İçəriyə doğru zərbəsi top qapını şöldən silkələyir. Bəhrəmin zərbəsi. Tuncay. Ağabala. İçmərdən uzun ötürmə Məhəmməd. Məhəmməddən. Out. Erofun komandası. Və Ramin. Tuncay ona imkan vermir. Ramin out'a başlayacaq mı? Ramin'dən ötürmə Ələkbər istiqamətlə. Amma Ağabala Nihatdan Ramin'dən geriyə doğru ötürmə Bəhrəm. Bəhrəmdən ötürmə Ağabalanın zərbəsi. Bəhrəm çox gözəl topu ram edir. Bəhrəmdən Abbasdan Ağabala. Ağabalanın zərbəsi və Bəhrəm bu topu artıq ram edə bilmir. Və Ağabala özünün ikinci, komandasınınsa 4-cü qolunu vurur. Mərkəzə dəvət olunur Xəzri komandası və kimdir? Tuncay. Çox gözəl hərəkətlər. Out'a çıxır top. Məhəmməddən Nihat istiqamətində gözəl ötürmə və out'a göndərirlər Xəzri komandası. Məhəmmədə ötürmə və yenidən Riyad. Rəsula doğru oynayır və Rəsul. Riyad. Out. Ramin və Məhəmmədin qaçdırması. Out. Xəzri komandası. Ömərdən Ramin istiqamətində, amma Ramin topu ram edə bilmir. Və Məhəmməd. Nihat istiqamətini ötürür. Nihat. Məhəmməd. Rəsulun. Nihat. Out, Rofum. Ver mənə.
Mehmet burada diyara geçsen. Geç. Out. Xəzri komandası Ömer. Ömer'den ötürme. Abbas. Şimdi Tuncay. Tuncay'dan ortaya doğru ötürme. Nihat ve çata bilmir Nihat ama bu defa topunu qabağına gəlir. Abbas'ı ötürme. Tuncay ama Tuncay'ın ayağına top. Yaxşı ötürmür. Hücum ötürmə, Xəzri komandası yeni hücum qurmağa çalışır. Bəhrəmə gəlir top. Bəhrəm və Riyadın qaçdırması, amma out. Bəhrəmdən Raminə doğru hücum ötürmə. Riyad. Riyad iki nəfərin arasından keçir. Tuncay. Tuncay'dan Nihat istikametinden Nihat özü ilerleyecek. Out. Ve Mehmet'in bu ne out atmağıdır. Abbas. Ve Mehmet'in zərbəsi Tuncay ram edir. Nihat'a. Nihat. Nihat'ın zərbəsi qapçı yerindədir. Nihat'a gelen top. Abbas'a ve 5. gol. 5. gol gelir Abbas'tan. Ve merkezden yeniden başlayırlar. Nihat topu elde edir. 5 nəfərə qarşı tək Nihat ilerlemek istəyir ama geri oynuyor. Abbas. Abbas. Abbas'tan içeriye doğru ama Bəhrəm. Abbas ve Bəhrəmin karşılaşması. Ama cərmə zərbəsi təyin olunur. Bəhrəmin Abbas'a qarşı kobudluğu ve cərmə zərbəsi. Ve topun arkasında Riyad keçir ve zərbəsi direkten kaydır. Ve Resul Mehmet Nihat'ta
Və Xəzr komandası yenidən hücuma qurmaq istəyir, amma Tuncay onları qarşılamaya çalışır. Və özü də yıxılır, amma ötürmə Nihat istiqamətindən. Nihat topu ram edir, amma zərbəsi atsa dəqiq alınmır. Nihat'da Abbas istiqamətini ötürmə, Abbas. Və Tuncay başla, amma dəqiq alınmır. Nihat, Tuncay və Bəhrəm. Riyad da ona köməyə gəlir. Və. Riyad ötürmə, amma qapçı yerindədir. Ömərdən uzun ötürmə. Bəhrəm və Ağabala. Arda istiqamətlə, amma orada çox gözəl top oynayır. Və top alta çıxır. Bəhrəmdən ötürmə. Ağabala. Arda özü irəliləyəcək. Tamerlan boşdadır. Arda. Və Xəzr komandası yenidən o iki dəyişikliyə gedir. Arda iki nəfərin arasından çıxmağa çalışır. Ağabala və Tamerlan ona köməyə gəlir. Top Tamerlandadır. Müdafiəçilər topu alta göndərir. Tamerlan out başlayacaq. Yusuf istiqamətlə. Yusuf'dan yenidən Tamerlan. Out. Xəzri. Nəzərinizə çatdırım ki, oyunun oynanılan 28-ci dəqiqəsidir və hesabımız 5-0. Rəfin komandasının xeyirlədir. Şimdi Tamerlan iki nəfəri keçir. Zərbəsi olacaqmı, amma ayağını top tutmur. Qapıdan zərbə ilə oyuna başlayırlar. Yusuf. Və Əli. Əlidən Yusuf istiqamətini ötürmə. Rami. Və Xəzri komandasına və Xəzri komandasının ilk golü. Hesab 5-1 olur. Rəfin komandası mərkəzə dəvət olunur və bu da gol sevinci. Ağabala mərkəzdən başlayacaq. Kiminlə oynayacaq? Ağabaladan Əli. Əlidən Yusuf. Rəsul. Və Rəsuldan Əli. Əlidən uzun ötürmə. Ağabala çata biləcəkmi? Ağabala çatır. Müdafiəçinin ələ dəysə də out.
Tamerlandan Arda istiqamətində uzun ötürmə. Tamerlan yenidən zərbəsi Ağabala. Yenidən Yusif. Yusifdən Arda gözəl oyun nümayiş etdirirlər. Arda'nın zərbəsi Ağabala və top qapçının ayaqları arasından keçir. Ağabala özünün 3-cü, komandasının 6-cı qolunu vurur. Və onların qol sevinci. Mərkəzə dəvət olunur Xəzri komandası. Və Ramin istiqamətinə Yusuf'dan keçən top yenidən Ramində. Ramin və Yusuf'un qaçdırması. Ramin alta çıxmağa qoymur. Tamerlan Yusuf'a köməyə gəlir. Tamerlandan ötürmə olacaqmı? Xeyr. Əli Rəsul çox gözəl çıxış edir. Tamerlan iki nəfərin arasından keçir. Ötürməsi biraz da dəqiq ola bilərdi, amma Yusuf'dan zərbə, amma Arda sürəsi ilə topu alta göndərir. Xəzri komandası alt başlayır. Ramin və Yusuf onun planlarını alt-üst edib Küşdən zərbəyə göndərir topu. Irəliklə Küşdən zərbə. Xəzri komandası Küşdən zərbə. İçəriyə doğru ötürmə. Arda özü irəliləyəcək. Xeyr, out. Outrofun komandası Tamerlan və out. Yusuf out başlayacaq. Out. Yenidən out. Get başla. Yusuf'dan Ağabala istiqamətə ötürmə. Yenidən Yusuf'a gələn top. Yusuf'dan göylərə gedir top. Ağabalanın zərbəsi, amma qapçı yerindədir. Arda'dan Yusuf istiqamətlə. Əlidən Ağabaladan topu zəbt edirlər. Əlidən Rəsul. Yusuf'dan Əli istiqamətlə. Yenidən Yusuf. Ağabaladan Arda. Çox gözəl keçiş. Arda'nın zərbəsi düz qapçının üzərinə, amma Ağabalanın zərbəsi də qeyri-dəqiq alınır, amma Arda topu ram edir. Arda özü ilerləmək istəyir. İçəriyə doğru ötürmə və Tamerlan. Axır ki 7-ci qolu müəllifi Tamerlan olur. Və Xəzri komandası yenidən mərkəzə dəvət olunacaq. Və Xəzri komandası yeni hücum başlayacaq. Əlidən içəriyə doğru ötürmə, amma top qapıdan aralı keçir. Və Ağabala Tamerlandan Rəsuldan uzun ötürmə. Əlidən Arda'dan ötürmə mi olacaq? Xeyr, Arda özü keçməyə çalışır. Ağabala istiqamətinə, amma qapçı yerindədir. Ağabala Tamerlan müdafiədə çox gözəl oynayır. Əlinin zərbəsi, amma top qapıdan aralı keçir. Qapıdan zərbə ilə oyuna başlayacaqlar. Və Bəhrəm topu ram edir. Tamerlan ona imkan vermir. Əliyə ötürmə. Əlidən Arda'ya gözəl ötürmə.
Oradanın zərbəsi qapçı qaytarır. Tamerlan. Tamerlandan Ağabala. Ağabala'dan Əlidən uzun ötürmə. Mövqe dəyişikliyi etmək istəyirdi amma Ömər ona imkan vermir və Bəhrəm. Bəhrəm və Əlinin qaçdırması. Ağabala onlara köməyə gəlir. Ağabala 2 nəfəri keçir. Ötürməsi biraz qabağına. Çox uzun ötürmə edir və out. Arda və Yusif. Əlidən Yusif istiqamətindən Yusifin zərbəsi amma və Tamerlan. Ağabala və Tamerlan. Bəhrəm onlara imkan vermir. Əli onlara köməyə gəlir. Ömər və Yusif. Yusifdən Arda istiqamətindən gözəl ötürmə. Arda özü irəliləyəcək. Ara kimi Arda'dan içəriyə doğru ötürmə amma müdafiəçilər onun qarşısını alır. Ötürmə və Ağabala və Tamerlan topun mövqeyini dəyişmək istəyirlər və Əli Qoymur Bəhrəmə imkan vermir və Ağabala da ona köməyə gəlir və sığortalayır. Out kazandırırlar Xəzri komandası. Bəhrəmdən ötürmə. Ağabala yenidən başla zərbə indirir. Amma Bəhrəm yenidən out başlayacaq. Bəhrəmdən ötürmə. Çox gözəl ötürmə. Orada topu ram edə bilmədi. Tamerlan özü irəliləyir. Tamerlan onları aldadır. İçəriyə doğru ötürmə amma küncdən zərbə. Rafım komandası küncdən zərbəni yerinə yetirir. Yusuf ötürmə. Yusufun ayağına top gəlmir. Bəhrəm və Ağabala irəliləyirlər. Ağabala cüssəsi ilə imkan vermir. Top qapıdan zərbə ilə oynayır. Ağabala Ömərlə qarşı-qarşıya amma Tamerlandan Yusif Əliyə Bəhrəm out. Ağabaladan Yusifdən Əliyə gözlədi. Əli özü irəliləmək istəyir. Və müdafiədə Ağabala və Tamerlan müdafiəni yarmağa imkan vermirlər. Amma çox məzələnirlər və Bəhrəm Arda ilə oyunu Yusif çox gözəl topa müdaxilə edir. Və dəyişiklik olacaq hər iki komandada. Oyuncular dəyişikliyə gedir və nəzərinizə çatdırım ki, oyunun 39-cu dəqiqəsidir. Hesab 7-1 Rafım komandasının xeyrinədir. Xəzri komandası hesab arasındakı fərqi biraz da olsa azaltıra biləcəkmi? Və out başlayırlar. Nihat onların planını pozur və özü yıxılır yerə. Xəzri komandası yeni üçün qurmaq istəyir amma Tamerlan və Riyad onlara imkan vermir. Tamerlan bitirməsi Abbasdan içəriyə doğru Nihat və qapçıdan out'a çıxır. Tuncayın zərbəsi amma qapçı yerindədir. Qapıdan uzun ötürmə. Məhəmməd topu çox gözəl ram edir. Tuncaydan Abbas mövqe dəyişə bilərdi amma Tuncaydan Abbas
Tuncay ve out kazandırır Rafım komandasına. Abbas'tan Tuncay yeniden Abbas. Şöyle oynuyorlar. Riyaddan ötürmə. Tamerlan topu önüne atır. Tamerlan'ın zərbəsi qapçıdan. Ama direğe deyip geri qayıdır. Ve Nihat'tan Abbas'ın zərbəsi. Biraz acık dəqiq olmuş. Abbas'tan Tamerlan. Tamerlan'dan içeriye doğru ötürmə. Riyaddan akrobatik hərəkət Nihat'a. Nihat'tan zərbəsi azacıq sərt alınmır. Və Tamerlan gücdən zərbə ilə boyuna başlayır birbaşa. Və qapçıya deyib top alta çıxır. Birdən Tuncay və heç kimə dəymədən top qapıdan haralı keçir. Qapıdan zərbə ilə oyuna başlayırlar. Qapçımız Məhəmməd çox ustalıqla topu əram edir. Tuncay'dan gözəl ötürmə Abbas. Abbas çevirəcək mi? Tamerlan istəyəmədin ötürmə. Tamerlan. Və hücumçular ondan alır. Tuncay köməyə gəlir. Tamerlan öz səhvini düzəltməyə çalışır. Out. Qəzli komandası oyuna başlayır. Ora niyə? Nihat'dan ötürmə. Tamerlan. Tamerlan'ın zərbəsi qapçı çox gözəl ustalıqla topu ram edir. Ama Nihat'a dayan top. Yeniden qapıdan kənara keçir. Və qapıdan zərbə ilə oyuna başlayırlar. Riyadın zərbəsi. Müdafiəçilər alır. Tuncay topu ram etmək istəyir. Tuncay'dan ötürmə. Tamerlan'ın zərbəsi. Və nəzərinizə çatdırım ki, oyunun 44-cü dəqiqəsi gedir və hesabı 7-1. Rafım komandasının xeyrinədir. Riyaddan ötürmə. Tamerlan, Bəhrəm və Riyad qarşılaşmasından Abbas'tan ötürmə Nihat özü irəliləyir, amma zərbəsi qeyridə getdi. Dön zərbə. Riyad. Nihat. Ömer'dən Bəhrəm istiqamətinə. Ötürmə Bəhrəmdən top alta çıxır. Tuncay out başlayacaq. Abbas'tan içeriye doğru ötürmə. Tamerlan'ın zərbəsi ama qapçı. Topu qapıdan çıxmağa şərait yaradır və Bəhrəm Tuncay ona imkan vermir. Nihat çox ləng oynayır. Tuncay'dan içeriye doğru yeniden qayıdan top Tuncay'a. Tuncay'dan yeniden içeriye doğru Tamerlan topu ram edir. Zərbəsi Abbas'tan Nihat. Yeniden Tamerlan ama geride qalır.
Tuncay Ömer'e qarşı çox kobud oynayır, amma avantaj deyirlər və Abbas alta göndərir topu. Bəhrəm əllə başlayacaq. Bəhrəm alt başlayacaq. Gözəl. Ramiz Qəməndə yenidən Bəhrəmə. Abbas və Bəhrəmin qarşılaşması. Vay. Bəhrəm öz komanda yoldaşının təzyiqinə. Nihat'ın zərbələri amma top qapıdan aralı keçir. Və Bəhrəm və Bəhrəmdən Ağabaladan Əli özü irəliləyir. İçəriyə doğru ötürmə Rəsua, amma qapçı ondan qabaq topu hiss edir və Ağabaladan Rəsul. Rəsuldan ötürmə Ağabala istiqamətinə. Ağabala özünü yetirir, yenidən Rəsul. Və Bəhrəm və Rəsul qarşılaşmasından Bəhrəm qalib ayrılır, amma Məhəmməd onların oyunu pozur. Və zərbə ilə oyuna başlayırlar. Həzri komandası sanki sadəcə lap çoxaldılar, amma buna baxmayaraq Rofun komandasının mübarizəsi davam edir. Məhəmməddən ötürmə olacaqmı? Out. Rofun. Məhəmməddən Əli istiqamətində, Əlidən içəriyə Rəsul. Davam edə bilmir. Və qapıdan zərbə. Bəhrəmdən Ağabala Rəsul istiqamətində, amma Out Rofun komandası. Məhəmməd topu ləngidir. Yusuf istiqamətində, Yusuf'dən Məhəmməd. Və zərbə Ağabala. Bu nə oyundur? Ağabala eləyir. Və Ömər out'u. Ağabala başlaram etmək istəyir. Kimdir? Əlinin. Ağabala gəlir və zərbə, amma qapçımız oradaymış. Məhəmməd. Məhəmməddən Yusif'dən Ağabala istiqamətində xeyr Rəsul. Qapçı çox gözəl çıxış edir. Out qazandırır. Rofun komandasına out qazandırırlar. Yenidən out başlayırlar Məhəmmədə. Məhəmməddən Əlidən ötürmə Yusif topu gözəl ram edir. Məhəmmədə Yusif'dən out qazandırır. Yusif'dən içəriyə doğru Rəsuldan Ağabala istiqamətində. Ağabalanın zərbəsi
ve özünün 3-cü, komandasının isə 8-ci qolunu vurur. Və yenidən onların sevinç hərəkətləri və Əli də onların sevinclərinə qoşulur. Qəzi komandası yenidən oyuna başlayır və Məhəmməd onların oyunu pozur, auta göndərir topu. Nəzərinizə çatdırım ki, oyunun oynanılan 51-ci dəqiqəsidir və hesabımız 8-1 Rafum komandasının xeyrinədir. Bəhrəm topu gözəl ram edir və birbaşa qapıya göndərir, amma Arda yerindədir. Ardadan Ağabala bu nə idi? Zidan sayağı etmək istəyirdi, amma Zidan var idi sayağı. Axtarılacaqdı, eybi yox, amma Yusif və yenidən Ağabala 3 nəfərin arasından topu Rəsul Skəməndə göndərmək istəyir. Əliyə göndərir bu dəfədə. Əlidən Rəsul və qapçı üzbəyüz qalırlar, amma qapçı ondan cəhd davranır və qapıdan zərbə ilə oyuna başlayırlar və Məhəmməddən qaydan top auta çıxır. Kəzri komandası auta başlayacaq. Bəhrəm Ağabala və Ağabalanın 4-cü qolu və Ağabalanın qol sevinci. Ağabala neçə aydır oyunda yoxdur və bunların qol sevincləri Ağabala neçə aydır oyunda yoxdur. Sanki bütün gücünü bu oyuna həsr etməyə söz verib. Yeni enerji ilə Ağabala tətildən qayıdıb və yenidən hücum qurmağa çalışırdılar. Rafum komandası və oyunumuz sona yetdi. Bu komandalar arasında udan yoxdur. Bu dostluq, yoldaşlıq və qardaşlıq oyunudur. Nəzərinizə çatdırım ki, uşaqlar bir-birlərini təbrik edirlər. Çox gözəl oyunlar nümayiş elətdirirdilər. Və sizinlə mən profesional oyunların həvəskar çəkicisi Şaməddin idi. Sağ olun, gələn görüşlərə dək.